salam həyətay. Dostlar, biz bugün yeni il edirik uşaqlarla. İndi Zabit gəldi mənə götürdü salondan. Sağ olsun. İndi gedirik Emir, Əfruzə, Ləmanı götürməyə. Daha sonra isə yolumuz Sumqayıtdadır. Yolda çox qəşəng olacaq məncə. İnanıram, əylənərək qəşəng mahnı falan qoyaraq yolda çəkərəm. Çox da zaytqamı xərcləmək istəmirəm. Yenə də. Çox qəşəng olmuşam ya. Full makyajımı sizə Sumqayıtda göstərərəm. Dostlar, əl eləyin. Necəsiz? Dolublar. Orada bir yarım saat falan bizi gözləyirdilər. 15 dəqiqə. 15 dəqiqə? Hə, 20-15 dəqiqə. Neysə, artıq saladı götürürük. Gedirik Sumqayıta. Sumqayıt xaraşo. Səndən uyğunma. Gözlərinin ağlarına yağdı yağışlar. Yağışlar. Emir, sən oxu, ancaq çox uyuşlar. Şirin çaydan şirin eyler mənə, yarım yar olsam külün eyler mənə. Əfruzənin mahnısıdır. Biz popkada yox, bütün enerjimiz yedim. Ay, çox xoş olmuşum. Gözüm yar içerden, bağrım yar içerden, gözüm kapıda kaldı, çıkmadı yar içerden. Leman oyna, Leman. Əfruzə, əlindən tut onun arada belə. Eyler mənə, yarım yar olsam külün eyler mənə. Eserlik, esmeri çok severiz. Hayır. Yanlışlık var. Sarılara biteriz. Aşkım çok pardon, aşkım çok pardon, Pirşağı dənzi. Give me everything tonight. Uşaqlar, dəniz çox qəşəng görsənir, nə bileyim. Belə baxın, hər şey çox gözəl görsənir. Biz də çox gözəlik. Bir də şəkillər çəkmişik gündə. Dance. Fear from desire. Mind and sense you purify. Fear from desire. Sumqayıtdayıq dostlar artıq. Hardasa 200 dəqiqə orada olaraq. Yaxşı gəlib çatdıq. 6-ya gəlib çata da bilərdik. Yaxşı oldu. Nə fikirləşirsiniz yol haqqında? Çox maraqlı keçdi. Qəşəng oynadı. Ayağım zəng vurur. Gəldi uşaqlar axır ki, əl eləyin uşaqlar. Gəldi axır ki dostlar. Necəsiz uşaqlar? Salam. Dərs geyiniblər demiyorlar. Mən də belə olmuşam uşaqlar, göstərə bilməmişdim sizə. Belə. Çox qəşəng olmuşam, çox bəyəndim özümü. Yəni sadə və şık. Sadə və gözəl. İnşallah okulda bilməyə. Bir özümüzə gələk. Sorudan bir Durub oynayalım. olmaq üçün. Hə, güzel. Herkese random bir gündən salamlar. Vlog az olduğu üçün bugün rəfiqələrimlə gəzməyə çıxacağım. İstədim ki, bugün də vloglayım, ikisini bir yerdə paylaşım ki, biraz uzun olsun, həm də sizin üçün də maraqlı olsun. Makyaj eləyə-eləyə söhbət edərik deyə düşündüm. Hələ makyajımı eləməmişəm. Əynim hazırdır. Makyajımı eləyib tez evdən çıxmalıyam. Üzümü nəmləndirmişəm. İndi birinci taneldən başlayacağım. Əslində çox da wow makyaj eləmək istəmirəm. Yəni sadəcə əslində heç makyaj eləməyəcəydim. Sadəcə dedim ki, makyaj eləyə-eləyə video çəkim. Həm də vlog biraz uzun olsun. Ona görə makyajı da ortaya qatdım. Dostlar, deməli bizim yeni ilimiz çox maraqsız keçdi. Yəni mənə görə çox maraqsız və sıxıcı keçdi. Bəlkə başqaları üçün maraqlı ola bilər, amma mənim üçün çox maraqsız keçdi. Belə deyim də, yəni lap başdan danışsaq, birincisi biz ora çox geç çatdıq. Yəni 1 saat yarımdan sonra çatdıq. O qədər probka idi ki, bəlkə də yolda, yəni mən danışırdım da, orada görürdünüz ki, nə qədər probka var, danışırdım ki, yəni bizim enerjimiz getmişdi artıq yolda. Vaxtında çıxmışdıq əslində. Üstü uşaqları götürməyi düşünürdük. Biraz gec götürdük onları. Çünki Zabit gəldi birinci mənə götürdü, sonra getdi uşaqları götürməyə falan filan. Biraz uzandı.
Neyse uşaqlar, sonra ora çatdıq, yemək yedik, özümüzə gəldik falan filan. Sonra artıq başladı uşaqlar biraz oynamağa, rəqs eləməyə. Amma mən heç oynamırdım da, yəni heç həvəsim yox idi. Neyse, yəni təsəvvür edin, heç mən özümün videosunu, şəklini falan çəkməmişəm də. Məni Instagramdan izləyənlər bilir ki, mən təzə kamera almışam. Onu yoxlamaq üçün bir dənə qəşəng şəkillər çəkdim. Qəşəng də şəkillərim alındı, postluq şəkillər alındı. Mən də onu götürdüm Instagramda paylaşdım. Instagramımı izləmirsinizsə, bura qoyuram. Instagramdan məni mütləq izləyin. Bu arada bu qız artıq 5000 oldu. Çox yox ha. Buradakı kitlemin bir yarısı ya da yarısından da biraz az. Orada məni takip etsəniz uca 10.000-əm. Bəlkə də kameradan elə görsənir, amma həqiqi həyatda yəni bu konturdur, tonalnidir. Hamısı mənim yəni dəri rəngimə uyuşur da. Çünki video paylaşmışdım, orada hamı yazmışdı ki, bəs tonalni sənin rəngivə uymur, kontur vurma, üzün çox qara görsənir falan filan. Haqlısınız, ola bilər ki, üzümə uyuşmur, amma yəni həqiqi həyatda baxsanız, həqiqətən üzümlə uyuşan tək tonalnidir ki, L'Oreal'ın tonalisi mən istifadə edirəm də. Açığı inanırsınız, istəyirəm bir dəfə gedim make-up artistinin yanına, üzümü uyğun makyaj eləsin, ondan biraz tüyolar kapım, sonra da özümü eləyim. Yəni elə biri izləyirsə məni lütfən mənə bir dərs keçin, yəni makyajla bağlı. Mən çox yolda əyləndik, yəni. Mən yolda əyləndim, qaydanda da yolda əyləndik. Qaydanda artıq az edirik, çünki Ləmanın qardaşı gəldi götürdü, Əfruzə qatarla getdi, Emil bizlə gəldi. 2 nəfərlik boş yer var idi, təklif elədi, amma heç kim gəlmədi də. Hamı qatarla falan gedirdi, yəni. Mən olsam gələrdim. Hə, uşaqlar, konturu da yaydıq. İndi keçirəm ənliyə. Ənliyim Şiqlamdandır. Yəni Aycun almışdı Aycun'da, amma mən bunu əvvəldə istifadə edirdim. Çox da yəni qəşəngdir, çox uzun gedir, çox uzun müddət ərzində gedir. Bir ya da ki, mən çox makyaj eləmirəm də, yəni. Elə adam var, gündə 2 dəfə falan makyaj edir. Gündə 2 dəfə nə deməkdir? Biraz soft olacağım, ona göre soft makyaj edəcəm. Ona göre də nə etmək lazımdır? Ənlik korluğu yaşamaq lazımdır. Biraz qəşəng qırmızılarım. Ay uşaqlar, mən belə kameranın qabağına keçib tək danışanda çox həyecanlanıram. Amma vloqlarda yəni necə gəlib danışıram. Hətta səhvlərim belə olsa özümü düzəldib davam edirəm. Heç kəsmirəm o yerlərini vloqda, amma indi burada bir sənə qədər səhv elədim. Mən bunu belə izləyəcəksiniz. Dırnaqlarım necədir uşaqlar? Tam səmimi. İndi burası batıb. Neyse. Çox qəşəngdir. Mən çox bəyəndim. Özümə hamı deyir ki, bu rəng sənə yaraşır. İndi bu dəfə biraz fərqli elədim. Bu arada ilk dəfə belə qaşlı bir şey edirəm. Bir də güllü-müllü belə, yəni bir dizayn falan fərqli bir şey. İlk dəfə edirəm. Yəni çox bəyəndim. Yəni normalda bir şey məsəl üçün bu rəngi də edirəm. Bütün dırnaqlarım hamısı eyni rəngdə olur, sadə. Nəysə, semestr imtahanları da gəlir uşaqlar. Heç imtahanların cavablarını çıxartmamışam. Oturub bazara günü çıxartmağı düşünürəm. Axıtım yoxdur. Axıtım yoxdur. Oturub ata bilmirəm. O dərsin üzünə baxmaq istəmirəm. Sualların heç birinin cavabını çıxartmamışam. Bugün, yəni daha doğrusu bazar günü sabahları çıxartmağı düşünürəm. Bugün 6-cı gündə, bugün axşam inşallah ki vlogu paylaşaram. Yəni semestr imtahanlarına hazırlıq videosu, semestr imtahanlarının özünün videosu falan çox cəmaət gəldi. Çünki yəni mən artıq hər şeyi çəkəcəm, hər şeyi vloqlamaq istəyirəm. Highlighter da vurub, toz ənlik üstündən keçəndən sonra artıq makyajım hazır olacaq. Çıxanda sizə göstərirəm. Dostlar, mən çıxdım evdən. Saçımı ördüm çünki saçım yaxşıydı evdən çıxanda. Qurutmaq da istəmədim çünki buradan da şişəcəkdim. Papaq taxmadım çünki evdən çıxanda taxdım, pis görsənirəm. Gözəllik qurban tələb edirdi, ona görə taxmadım. Neysə, yolda sızam saçımı. Sumka da götürmədim, hər şeyi qoymuşam cibimə. Yetkam, nauşnikli, hamadam, güzgüm, darağım, hər şey. Dostlar, mən artıq gəlmişəm, çatmışam burada. Metron qalanını gözləyirəm, qızlar da gəlib, indi çıxacaqlar gözləyirəm. Fərdan mı gecikir? Fərdan dəhşət gecikir. Görək necə olacaq. Hi vlog. Hayır. Hem de o kadar qalın giyib ki uşaqlar. Xəstədir ona görə. Sonra deyişi istəmişəm. Bu da Mehri. Nəysə, biz gedir indi park bulvara. Fərdə yoxdur. Fərdə də gəlib satmayıb. Dostlar, indi düşdük bazar stordan, soframızı alırıq. Fərdəyə yığıram. Görün Fərdə haradadır. Fərdə cavab. Fərdə. Dostlar, gəldi, oturduk indi, gözlüyü içmə başlasın. Belə. Aldıq topu. Dostlar, başladım, hələ qızlar gəlməyim. Getdilər visiyə. Axır vaxtlar tez başlayır. Biz düşünürük ki, 10-15 dəqiqə reklam olar, sonra başlayar. Kız kardeşlerini koruduk. Yapabilir misin? Emredersin. Saklanın bir yere. Hadi çabuk. Buna kafa yoralım. Oraya gitmeliyiz. Benim halkım çok açtı. Yardım dilendiler.
Artık sonudur. Az qaldı. Necə idi Fəridə? Bəyənmədim. O qısım daha suyu daha Çıxdıq dostlar. Qızlar da heç çox bəyənməyib. Mən də sadəcə döyüş səhnələri idi, hə? Sadəcə döyüş səhnələri. Bir də çox şey idi. O fake idi belə. Hə, ola bilər. Özü çox uzun idi. Adam birdən sonra belə oturmaq istəmir. Çox güman ki, evə gedirik. Sağ ol eləyin dostlarıma. Abunə olun. Abunə. bəyənin. Bəli, geçər. Fərdən yavaş-yavaş öyrənəm. Sən də öyrən də. Gəldik KFC-yə uşaqlar. Mehriyə əlvida elədik burada artıq özümüzü. Nə? Satqın kimi oturmuş. Mehri Fərdə də gəl gedəcəkdi, getmədi, amma eyb yox. Ona olar. Fərdəni razı saldıq ki, gedirik KFC-yə. Əsas məqsəd ilahə idi. Əslində ilahənin fikri idi. Fərdə razı salmağa hazır imiş. Məşqçimizə hədiyyə alırıq, qrupası. Nə? Film balon. Çoxdan da çıxmırdım, görüşmürdüm məşq yoldaşlarımla. Bu arada məşq yoldaşlarımdı, yəni bilməyənlər üçün. Əslində ilahəni tanıyırlar. Ayla elə kofdadaydın da, soğuk əllərdə. Team Vlog. İndi KFC-yə gəldik. Family box aldıq. Onu da yeyib sonra evə gedəcəyik. Belə. Nə edirsən? İlahə bizi bir abr eləyir. Götürür bizim yemək yemişimizi atırır bax. Neyse uşaqlar, biz də yeməyimizi aldıq. Yeyirik sonra tutanır. Like atın, abunə olun. Öptüm.